Salam əziz şagirdlər və abituriyentlər, hər birinizi xoş gördük. Bugün sizlərlə bir yerdə Newton qanunları dərsində Newtonun birinci qanunu, inersial hesablama sistemləri, kütlə və sıxlığa aid olan testlərin izahına baxacağıq. Sualların izahına keçməmişdən öncə onu qeyd edim ki, 2025 DİM test toplusunda olan əvvəlki dərslərin də testlərin izahı YouTube kanalında mövcuddur. Keçid edib izləyə bilərsiniz. Həmçinin bundan sonra da test izahları sizlər üçün davam edəcək. Buna görə də kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Gəlin başlayaq birinci sualdan. Bir cismin digərinə təsirini xarakter edən fiziki kəmiyyət hansıdır? Əlbəttə ki, qüvvədir və qüvvə F hərfi ilə şairi olunur. Vahidi isə 1 Newtondur. 3 litr kerosinin kütləsini hesablayın. Fikir versəz, burada həcm verilib, sadəcə litrlə verilib. Bu zaman biz metrin kubuna keçməliyik. Litrdən metrin kubuna keçəndə veriləni 10 üzəri -2 vururuq. Yəni 3-ü vuracaqsınız 10 üstü -2. Bu oldu deməli 3 vurulsun 10 üstü -3 metrin kubu. Həmçinin kerosinin sıxlığı verilib 800 kiloqram bölək metrin kubu və bizdən kütləsini M-i soruşur. Biz bilirik ki, sıxlığın düsturu ρ bərabərdir M bölək V-dir. Buradan kütləni tapanda M bərabər olacaq ρ vuraq V-yə. R'muz 800-dür. 800-ü 8 vuraq 10 üzəri 2 kimi yaza bilərəm. V-də də 3 vuraq 10 üstü -3 yazırıq. 8 vuraq 3 24 edir. 10 üzəri 2 vuraq 10 üstü -3. Vuranda biz bilirik ki, üstlər toplanır. Deməli 2-nin üzərinə -3 gələndə o da olacaq -1. 24 vuraq 10 üstü -1. 24 vurulsun 1 bölək 10 deməkdir. Bu da 2,4-dür. Cavabımız B bəndidir. Hansı halda liflə bağlı hesablama sistemini inersial hesab etmək olar? İnersial hesablama sistemi deyəndə fikir verin ki, ya sükunət ya da düz xətli bərabər sürətli olsun. Yəni biz inersial hesablama sistemində sürətin artıb azalmasından və s. söhbət gedə bilməz. Fikir versəz, yeyinləşən hərəkətlə deyir. Yeyinləşən hərəkət bunları götürmürük. Sərbəst düşür, sərbəst düşmə zamanı sürət get-gedə artır. Bərabər sürətlə aşağı düşür. Bəli, gördüyünüz kimi həm istiqamətini dəyişmir, həmçinin bərabər sürətlidir. Yavaşlayan hərəkətlə bunu da götürə bilmərik. Dördüncüdə, K inersial hesablama sistemində cisim müəyyən H hündürlüyündən 3 saniyə müddətində düşür. Bu cisim K sisteminə nəzərən 10 metr bölək saniyə sürətlə düz xətli bərabər sürətli hərəkətdən qarşıdırıq sistemində eyni H hündürlüyündən hansı müddətə düşər? Fikir versəz, K inersial hesablama sistemidir. Qarşıdırıq da hansı ki, deyir ki, bu sistemə nəzərən bərabər sürətlə hərəkət edir. Deməli, elə qarşıdırıq sistemi də inersial hesablama sistemidir. Bir inersial hesablama sistemindən digər inersial hesablama sisteminə keçdikdə bu zaman qüvvə, təcil, zaman, kütlə sabitdir. Fikir versəz, əgər ki, H hündürlüyündən 3 saniyə müddətində düşürsə K inersial hesablama sistemində, qarşıdırıq sistemində də eyni H hündürlüyündən 3 saniyədə düşəcək. Çünki dedik ki, zaman sabitdir. Bunu belə də yadını saxlaya bilərsiniz Fatma sözündən. Baxın, F, A, T, M. Bir dənə də A-nı artıq yazırıq, yəni təcili 2 dəfə qeyd edirik. Buradan yadını saxlaya bilərsiniz ki, Fatma sözünün hərfləri sabitdir. F qüvvət, A təcil, T zaman, M də kütlədir. Deməli, burada cavabımız Y bəndi. 5-də də eynisidir. Deyir, cisim sükunətdəki K inersial hesablama sistemində H hündürlüyündən 4 saniyə müddətində sərbəst düşür. K-ya nəzərən 5 metr bölək saniyə sürətlə düz xətli bərabər sürətli hərəkətdən qarşıdırıq sistemində cismin həmin hündürlükdən düşmə müddətini hesablayın. Yenə gördüyümüz kimi K inersial hesablama sistemidir və ona nəzərən düz xətli bərabər sürətli hərəkətdən qarşıdırıq sistemdə deməli inersial hesablama sistemidir. Bir inersial hesablama sistemindən digər inersial hesablama sisteminə keçdikdə zaman sabitdir. Gördüyümüz kimi H hündürlüyündən 4 saniyə müddətində K inersial hesablama sistemində sərbəst düşürsə, qarşıdırıq sistemində də düşmə müddəti elə 4 saniyəyə bərabər olacaq. Cavabımız oldu C bəndi. 6-da, hansı halda avtomobillə bağlı hesablama sistemini inersial hesab etmək olar? Üfüqi şosedə yeyinləşən hərəkətdir. Baxın, yeyinləşən var, bu getdi. Üfüqi şosedə düz xətli bərabər sürətli hərəkətdir. Bəli, bu olacaq. Üfüqi şosedə yavaşlayan hərəkətdir. Yavaşlayan sözü var, bu da getdi. Düz bucaq altında yerləşən küçəyə bərabər sürətlə dönür. Uşaqlar çalışırlar, çox vaxtı bərabər sürətlə sözünü görürlər. Bunu düz variant götürürlər. Dönür deyir, fikir versəz. Deməli, bu istiqamətin dəyişir. İstiqamətin dəyişirsə biz bunu inersial hesablama sistemi kimi qəbul edə bilmərik. Yeyinləşən hərəkətlə dağa qalxır, yeyinləşən sözü var, bu da getdi. Deməli, doğru cavabımız oldu B bəndi. 7-də deyir ki, sabit qüvvənin təsirlə cisimlərin aldığı təcillərin onların kütlələrinin asılı qrafiki hansıdır? Biz bilirik ki, Newtonun ikinci qanununa görə A bərabərdir F bölək M-dir. Bu zaman qüvvəmiz sabitsə, sabit qüvvənin təsirlə cismin təcilimiz kütlə ilə tərs asılı olacaq.
Tərs asılığın da qrafiki gördüyünüz kimi baxın A bəndində doğru kimi qeyd olunub. AM-lər tərs asıdır. 8-ci suala keçək. Sıxlığı R olan bir cisim metal kürənin radiusu R-dir. Kürənin kütləsi hansı ifadəli təyin olunur? Sıxlığın düsturunu yazıram. Rho bərabərdir M bölək V. Buradan M-i, yəni kütləni tapsaq, olacaq M bərabərdir Rho V. Həmçinin biz kürənin həcminin düsturunu biz bilirik riyaziyyatdan. V bərabərdir 3/4 pi R kubudur. Onda gətirib baxın, M-in düsturunu da yerinə yazsaq, olacaq Rho vuraq. V-nin də yerinə 3/4-ümüzü yazaq, pi R kubu. 3/4-ü gəlin qabağa verək, əmsal kimi 3/4 Rho pi R kubu. Baxaq, 3/4 Rho pi R kubu A variantında doğru cavab verilmişdir. 9-da bir cisim kürənin radiusu R, kütləsi M-dir. Kürə maddəsinin sıxlığı hansı ifadəyə təyin olunur? İndi sıxlığı soruşur. Rho bərabərdir M bölək V-dir. Həcmin yenə kürə üçün düsturunu yazacağım. M bölək 3/4 pi R kubu. 3 sürətə çıxacaq. Məxrəcində olan biz bilirik ki, sürətə çıxır. Bu zaman olacaq 3M bölək 4 pi R kubu. Baxın, A bəndində doğru cavab verilmişdir. Kütləsi M, sıxlığı Rho olan bir cins metal kürədə 3-cü dərəcədən kök altında 3M bölək 4 pi Rho ifadəsi hansı kəmiyyəti təyin edir? Sıxlığın yenə gəlin, baxın, düsturunu yazın. Fikir versəz kürə deyir və sıxlıq var. Gördüyünüz kimi düsturda. Çaşmayın belə olanda. Kürədə sıxlığın düsturunu yazın. Rho da yerinə qoyandan sonra cavab alacaqsınız. Rho bərabərdir M bölək V-dir. Yenə M bölək V-nin yerinə 3/4 pi R kubu yazırıq. 3 yuxarı çıxacaq, olacaq 3M bölək 4 pi R kubu. İndi gətirib baxın düsturda yerinə yazaq. Bax burada. Olacaq 3-cü dərəcədən 3M bölək 4 pi. Rho-nu da yerinə yazıram 3M bölək 4 pi R kubu. 4 pilər ixtisar getdi. 3M-lər də ixtisar getdi. R kubu məxrəcində olduğundan sürətə çıxacaq. Qalacaq 3-cü dərəcədən R kubu. Bu da R-ə bərabərdir. Yəni radiusumuza. Kürənin radiusu B bəndi. Cismin təcilini təyin etmək üçün hansı cihazlardan istifadə etmək olar? Bayaqlarda qeyd etdik ki, A bərabərdir F bölək M-dir. F qüvvəni ölçən dinamometrdir, kütləni ölçən də tərəzidir. Deməli 1 və 4 gördüyünüz kimi A bəndində doğru cavab qeyd olunub. 12-də bərk cismin sıxlığını təyin etmək üçün hansı cihazlardan istifadə etmək olar? Sıxlığın düsturu Rho bərabərdir M bölək V-dir. M-i, yəni kütləni ölçərəm tərəzi ilə, həmçinin bərk cismin sıxlığını ölçürlər. Biz bilirik ki, menzurka ilə 2 və 4 doğru cavabdır. D bəndi. 13-də deyir ki, həcmi 4 litr olan mayenin kütləsi 2 kiloqramdır. Mayenin sıxlığını hesablayın. Həcm verildi, V bərabərdir 4 litrdir. Dediyim kimi litrdən metrin kubuna keçməliyik. Bu zaman 4-ü vururuq 10 üzəri mənfi 3-ə. Deməli 4 litr oldu, 4 vuraq 10 üstü mənfi 3 metrin kubu. Həmçinin kütləmiz də verilir. M bərabərdir 2 kiloqramdır. Mayenin sıxlığını Rho istəyir. Rho bərabərdir M bölək V-dir. Yerinə yazsaq M2, V-miz də 4 vurulsun 10 üstü mənfi 3-dür. 4 və 2 ixtisar aparıram. Sürətdə 1, məxrəcdə 2 qalır. 2-də 1, 0,5 deməkdir. 1 bölək 10 üzəri mənfi 3, 10 üzəri müsbət 3-dür. Deməli 0,5-də 10 üzəri 3-ə vuranda olacaq 500 kiloqram bölək metrin kubu. Y bəndi doğru cavabdır. 14-də kütləsi 3 kiloqram olan mayenin həcmini hesablayın. Baxın, M-imiz verildi 3 kiloqramdır. Həmçinin sıxlığımız da verilib 500-dür. Həcmi istəyir. Yenə Rho bərabərdir M bölək V-dir. Buradan V-ni tapanda olacaq M bölək Rho. Yerinə yazaq. M-imiz 3, Rho-muz da 500-dür. İndi burada fikir versəz görərsiniz ki, mən həcmi metrin kubu ilə almış olacağım. Çünki baxın, gördüyünüz kimi sıxlıqda metrin kubu ilə qeyd olunub. Bu zaman biz şərtdə də, üzr istəyirəm, variantlara da fikir verəndə görürük litrlə verilir. Metrin kubundan litrə keçməliyik. Bayaqlar litrdən metrin kubuna keçəndə 10 üzəri mənfi 3-ə vurdum. İndi artıq burada 10 üzəri mənfi 3-ə böləcəm. 10 üzəri mənfi 3-ə bölmək 10 üstü 3-ə vurmaq deməkdir. Yəni 1000-ə vurmaq deməkdir. 1000 və 500 ixtisar gedəcək. Məxrəcdə 1, sürətdə 2 qalacaq. 2 vuraq 3 də 6 eləyir. Cavabımız oldu B bəndi. 15-də BSD-də qüvvənin ölçü vahidi hansıdır? Qeyd etdik ki, Newtondur. Newton hansı fiziki əhəmiyyətinin ölçü vahididir? Qüvvənin. 17. Cismin həcmini hesablamaq üçün bilmək kifayətdir. Baxın, Rho bərabərdir M bölək V-dən. Buradan V-ni tapanda olacaq M bölək Rho. Gördüyümüz kimi kütlə və sıxlığını bilsəm, mən həcmi tapa bilərəm. D bəndi. 18-də F2 qüvvəsinin hansı qiymətdə cisim bərabər sürətli hərəkət edər? Cisim bərabər sürətli hərəkət edəndə bu zaman əvəzləyici qüvvəmiz
0-a bərabərdir. Biz bilirik ki, eyni istiqamətdə olduqda qüvvələr toplanır, əks istiqamətdə olanda isə çıxılır, əvəzləyici qüvvəni tapanda. Fikir versəz, F1 və F2 eyni istiqamətlidir. Onda siz onları toplamalısınız. F1 plus F2, yəni 10 plus F2-nin də qiymətini bilmirik. Və həmçinin sol tərəf olan 40 Newtondur. Əvəzləyici qüvvənin 0 olmaq üçün əlbəttə ki, sağa doğru yönələn qüvvələrimiz bərabər olmalı sola doğru olan qüvvələrimizə. İndi fikir versəz, sola doğru olan sadəcə bir qüvvəm var, 40-dır. Sağa doğru olan F1 və F2-dir. Və mən də onları topladım eyni istiqamətli olduğundan. Deməli, onda 10 plus F2-ni bərabər götürməliyəm 40 Newtona ki, əvəzləyici qüvvəm 0 olsun. Buradan F2 bərabər olacaq 40 çıx 10 bərabərdir 30 Newton. Y bəndi doğru cavabdır. 19-da da yenə soruşur ki, F3 qüvvəsinin hansı qiymətdə cisim bərabər sürətlə hərəkət edir. Baxın, F1 və F2 eyni istiqamətlidir. Bunları toplayırsınız. Olacaq 30 Newton. Deməli, sənin sağa doğru bir 30 Newton qüvvən oldu. İndi F3-ün bəs nə qədər olmalıdır ki, bu cisim bərabər sürətlə hərəkət etsin? O da 30 Newton olmalıdır ki, bu zaman bizim əvəzləyici qüvvəmiz 0 olsun və cisim bərabər sürətli hərəkət etsin. Deməli, F3-ümüz də 30 Newtona bərabərdir. C bəndi. 20-də. Verilmiş cismin təcilinin ona təsir edən qüvvədən asılı qrafiki hansıdır? Qeyd etdik ki, A bərabərdir F bölü M. Cismin hərəkət təcili qüvvədən düz, kütlədən isə tərs asılıdır. Düz asılığında qrafiki D bəndində qeyd olunub. 21-də hansı ardıcıllıqla açar sözlərdən istifadə etməklə mətni tamamlamaq olar deyir. Gəlin mətnin verilən açar sözlərlə tanış olaq. Sükunətdə olan və ya düz xətli bərabər sürətlə hərəkətdən, təcilli hərəkətdən, inersial hesablama sistemi, qeyri-inersial hesablama sistemi, təcil sürət. Oxuyaq. Newton qanunları ödənilən hesablama sistemi, inersial hesablama sistemi, ödənilməyən hesablama sistemlər isə qeyri-inersial hesablama sistemləri adlanır. Baxaq, inersial hesablama sistemi 3-də qeyd olunub, qeyri-inersial 4-də qeyd olunub. Deməli, buraya yazacağım 3, buraya yazacağım 4. Əgər təcrübədən hər hansı bir sistemin inersial olduğu məlumdursa, onda bu sistemə nisbətən sükunətdə olan və ya düz xətli bərabər sürətlə hərəkət edən hesablama sistemlər inersial. Baxaq, 1 var, gördüyünüz kimi, burada 1 uyğun olacaq. Amma təcillə hərəkət edən hesablama sistemlər isə qeyri-inersial hesablama sistemidir. Baxaq, 2-dir. Aha, cisimlərin boşluq buraxılıb, müxtəlif inersial hesablama sistemlərində müxtəlif ola bilər. Əlbəttə ki, sürətlərin müxtəlif ola bilər. Sürətə baxaq, sürət də qeyd olunub 6-da. Amma qeyd etdik ki, təcil eynidir. Baxın, 5-də gedəcək. Ən sonuncuya. Fatmadan yadda saxlayın dedim ki, yəni bir inersial hesablama sistemindən digər inersial hesablama sisteminə keçdikdə təcil sabitdir. İndi baxaq, 3, 4, 1, 2, 6, 5. 3, 4, 1, 2, 6, 5. B bəndində doğru cavab qeyd olunub. Cismə əks istiqamətdə yönəlmiş 2F1 bərabər 30 Newton və F2 bərabər 22 Newton qüvvə tətbiq edilmişdir. Bu qüvvələrin əvəzləyicisi modulunu hesablayın. Əks istiqamətdə deyilir. Əks istiqamətdə olanda bu zaman qüvvələr çıxılır. Gəlin böyük qüvvədən kiçiyi çıxaq. Onsuz kiçikdən böyük də çıxsanız fərq etmirdi. Bizdən onsuz da əvəzləyici qüvvənin modulunu soruşur. F əvəzləyici bərabərdir 34 çıx 22, o da bərabərdir 11 Newtondur. Üzr istəyirəm, 12 Newton. Aha, C bəndi doğru cavabdır. 23-də cismə eyni istiqamətdə, indi deyir eyni istiqamətdə yönəlmiş 2F1 bərabər 25 Newton və F2 bərabər 17 Newton qüvvə tətbiq edilmişdir. Bu qüvvələrin əvəzləyicisi modulunu hesablayın. Eyni istiqamətdə olanda əvəzləyici qüvvəni tapanda toplayırıq. 25 üstə gələk 17. Mənə verəcək 42 Newton. C bəndi. 24-də cismə təsir edən qüvvələrin əvəzləyicisi 0-a bərabər olduqda cismin sürətinin zamandan asılı qrafikləri hansı qrafiklə ifadə olunur deyir. Əvəzləyici qüvvə hansı halda 0 olur? Ya cisim sükunətdə olsun, ya da düz xətli bərabər sürətlə hərəkət etsin. Düz xətli bərabər sürətlə hərəkətdə adından da görünür. Sürət bərabərdir, yəni sabitdir. Baxın, sürətin sabit olduğu fikir verin, A bəndində doğru cavab verilmişdir. 25-də cismə biri digəri ilə 60 dərəcə bucaq əmələ gətirən istiqamətdə 2F1 bərabər 3 Newton və F2 bərabər 4 Newton qüvvəsi tətbiq edilmişdir. Bu qüvvələrin əvəzləyicisi modulunu hesablayın. Deməli, baxın, tutalım ki, F1-im bu olsun 3 Newton, F2-im də bu olsun 4 Newton. Biz bilirik ki, əvəzləyici qüvvəni tapanda bu zaman vektorların toplanması qaydasından istifadə edirik. Baxın, bu vektoru gördüyünüz kimi
yəni F2 vektorunu paralel köçürtdüm yuxarıya doğru. Birinin sonu digərinin başlanğıcında olmalıdır paraleloqram qaydasında. Və həmçinin buradakı əvəzləyici qüvvəmi çəkəndə başlanğıcdan digərinin sonuna çəkirəm. Gördüyünüz bu oldu mənim artıq əvəzləyici qüvvəm. Bunlar bir-birilə 60 dərəcə bucaq əmələ gətirmişdi. 60 dərəcə bucaq əmələ gətirir. Onda baxın bu hissəyə biz bilirik ki, paraleloqramın digər bucağını tapanda 180-dən 60-ı çıxıram. Bu hissəyə düşəcək 120 dərəcə. Onda baxın, əvəzləyici qüvvəni tapanda F əvəzləyici bərabərdir. Kosinuslar teoremindən istifadə edəcəm. F1-in kvadratı üstə gələk F2-nin kvadratı çıxaq 2F1 F2 kosinus alfa olacaq. Buradakı alfa gördüyünüz bu 60 dərəcə deyil. Hansı ki bu əvəzləyici qüvvənin qarşısında olan 120 dərəcədir. İndi kosinus 120-də də biz bilirik ki 180 çıxaq 60 olur. Buna görə də və işarəsini dəyişir. Artıq ona görə burada artıq üstə gələk yaza bilərik. Deməli, onda F əvəzləyici bərabərdir. Kök altında F1-in kvadratı, F1-imiz 3, 3-ün kvadratı 9, üstə gələk F2-nin kvadratı. F2-miz 4, 4-ün kvadratı 16. Çıxaq 2 vurulsun 3, vurulsun 4, vuraq. İndi burada dediyim kimi üstə gələk olur. Və işarəsini dəyişir. 180 çıxaq 120 yazanda, 180 çıxaq 60 kimi yazanda kosinus 60-ı qoyacaqsınız indi. Kosinus 60-da da 2-lər 1-dir. 2-lər ixtisar getdi. 9-un üstü 16 gəl 25, 25-in üstə də gəl 3 dəfə 4 12. O da eləyəcək kök altında 37. C bəndi doğru qeyd olunmuşdur. Yəni burada dediyim odur ki, hansı ki 120 dərəcəni heç tapmadan belə bilirik ki, onsuz da kosinuslar teoremi ilə gedəcək. Sadəcə fikir verin ki, əvəzləyici qüvvə burada 60 dərəcənin gördüyünüz kimi içindən keçir. Belə deyək də, lor dildə desək. Bu vektorumuz, baxın, gördüyünüz kimi içindən keçir. Bu zaman hansı ki kosinuslar teoremində ortada üstə gələk olacaq. Amma yox, 60 dərəcənin qarşısında çəksəydiniz, tutaq ki, hansı ki nisbi sürət tapanda bu zaman kosinuslar teoremində çıxaq olduğu kimi qalır. Niyə? Çünki elə bizim buradakı vektorumuz bizim verilən bucağın tam qarşısındadır. Amma artıq burada bu vektor verilən bucağı, yəni 60 dərəcənin qarşısında deyil, 120 dərəcənin qarşısındadır artıq. Ona görə burada artıq işarə dəyişir, mənfi müsbət olur, yəni kosinuslar teoremində. Bu önəmli məqamı diqqətinizdən qaçırtmayın. Yəni uşaqlar çox vaxt götürürlər kosinus 60-ı yerinə qoyurlar, çıxağı ilə yazırlar. Yəni kosinuslar teoremində biz bilirik ki, çıxaqladır. Amma burada hansı ki bir məqamı unudurlar. Kosinus 120-ni tapanda artıq 180 çıxaq 60 ilə yazanda bizim işarəmiz dəyişir. Yəni mənfimiz müsbət olur. Ona görə də buna fikir vermək lazımdır. 26-da. Cismə təsir edən qüvvələrin əvəzləyicisinin zamandan asılı qrafiki verilmişdir. Hansı zaman intervallarında cisimlə bağlı hesablama sistemi inersial hesablama sistemidir. Qeyd etdiyimiz kimi düz xətli, bərabər sürətli və yaxud da sükunət halında bu zaman hansı ki əvəzləyici qüvvəmiz sıfırdır. Yəni biz burada artıq inersial hesablama sistemi deyirsə, əvəzləyici qüvvənin sıfır olduğu hala baxmalıyıq. Fikir verin, T4, T5-də bizim əvəzləyici qüvvəmiz sıfırdır. Deməli cavabımız olacaq C bəndi. Keçək indi 27-ci suala. X oxucu hərəkətdən cismin təcilinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Hansı zaman intervallarında bu cisimlə bağlı hesablama sistemi inersial hesablama sistemidir. Burada da yenə düz xətli, bərabər sürətli və yaxud da sükunət halında bizim təcilimiz sıfırdır. Əvəzləyici qüvvə ilə təcili bir qardaş kimi görə bilərsiniz. Yəni əvəzləyici qüvvəm sıfırsa, təcilim də sıfırdır. İnersial hesablama sistemi deyir. Deməli, bu zaman təcilimiz sıfıra bərabərdir. Baxın, T4 və T5-də yalnız T4, T5 D bəndi düzgün cavabdır. 28-də maddi nöqtəyə tətbiq olunmuş 7 Newton və 12 Newton qüvvələrin əvəzləyicisi hansı qiymət ala bilməz deyir. Hansı ki, əvəzləyici qüvvə burada bunların cəmi ilə fərqinin arasında yerləşməlidir. Baxın, cəmi neçədir? 19 Newton. 7 ilə 12-ni toplayıram. Fərqi neçədir? 5 Newton. Yəni bu 5 Newtonla 19 Newton arasında olmalıdır. Nə 5 Newtondan kiçik ola bilməz, nə də 19 Newtondan böyük qiymət ala bilməz. Baxaq, fikir verin. 19 Newtondan böyük rəqəm yoxdur burada. Amma 5 Newtondan kiçik 4 var. Deməli bu qiyməti ala bilməz. 29-da isə deyir, maddi nöqtəyə tətbiq olunmuş 3 Newton və 11 Newton qüvvələrinin əvəzləyicisi hansı qiyməti ala bilər deyir. Yenə fərqinə baxın. 11-dən üstü çıx 8 Newton. Cəmi 11 üst 3 gəl 14 Newton. Deməli 8 və 16 arasında bir qiymət ala bilər. Baxın 20 14-dən böyükdür.
7 8-dən kiçikdir. Bu da ola bilməz. 9 baxın 8 ilə 14 arasındadır. Bu da ola bilər. 1 newton 8 newtondan kiçikdir. 15 newton 14 newtondan böyükdür. Bunlar ola bilməz. Gördüyümüz kimi doğru cavab C bəndidir. 30-da deyir ki, yerlə bağlı hesablama sistemi inersial hesab olunur. Hansı halda təyyarə ilə bağlı sistemi inersial hesab etmək olar? Təyyarə düz xətli bərabər sürətlə hərəkət edərkən yerdən uzaqlaşdıqda, bəli, ola bilər bu, düz xətli bərabər sürətli var. Təyyarə üfüqi istiqamətdə sabit təcillə hərəkət etdə. Təcillə olduqda bu zaman biz inersial hesablama sistemi götürmürük. Qeyd etdik ki, inersial hesablama sistemində təcilimiz 0-a bərabərdir. 2-7. Təyyarə bərabər sürətlə hərəkət edərək istiqamətin dəyişəndə, istiqamətin dəyişmək sözü var. Bu da ola bilməz. Təyyarə uçuş meydançasından ayrılarkən, indi bilmirəm, təyyarə uçuş meydançasından hansı sürətlə ayrılır? Bərabər sürətlə mi ayrılır, yoxsa necə? Ona görə 4-ü də götürə bilmərik. Yalnız 1 Y bəndi. Yəni əslində təyyarə uçuş meydançasından ayrılarkən, yəni sürətini artıra-artıra gedir də, bu zaman bu deməli təcil var burada artıq. Bunu inersial hesablama sistemi kimi götürə bilmərik. Aha, 31-də maddi nöqtə 4 qüvvənin təsiri ilə düz xətli bərabər sürətlə hərəkət edir. F4 plus F3 bərabər F2 olduqda F1 qüvvəsinin modulunu müəyyən edin. Fikir versəz deyir 4 qüvvənin təsiri ilə düz xətli bərabər sürətlə hərəkət edir. Düz xətli bərabər sürətlə hərəkət zamanı qeyd etdik ki, əvəzləyici qüvvəmiz 0-a bərabərdir. Onda baxın F1 plus F2 plus F3 və plus F4 bərabər 0 götürəcəyik. Fikir versəz F4 plus F3 F2-yə bərabərdir. Baxın F4 plus F3 verildi F2. Onda F2 plus F2 mənə verdim 2F2. Deməli F1 plus 2F2 bərabər oldu 0-a. İndi F1 qüvvəsinin modulunu istəyir. F1 tapanda buradan gördüyünüz kimi mənfi 2F2 olur və bu zaman mənfi 2F2-ni də modulda götürəcəm. Olacaq müsbət 2F2. Baxaq, D bəndində doğru qeyd olunmuşdur. 32-də də eynisidir. Yenə düz xətli bərabər sürətli deyir. Artıq burada F1 plus F4-ü verib. Yazaq onda F1 plus F2 plus F3 və üstə gələk F4 bərabər 0-dır. Və indi burada F1 plus F4-ə fikir versəz, F1 və F4-ün cəminə F3 deyib. Onda baxın, bu F1 plus F4-ün cəmi F3-dürsə, F3 üstə gələk F3, 2-dən F3 oldu. Onda F2-miz plus 2F3 bərabər 0-a. Buradan F2-ni tapanda olacaq mənfi 2F3. Amma modul deyir, moduldan da müsbət çıxacaq. 2F3 A bəndi. 33-də cismə təsir edən 4 qüvvədən 3-ü şəkildə təsvir edilmişdir. Cismin sükunətdə qalması üçün F4 qüvvəsi hansı istiqamətdə yönəlməlidir? Gəlin burada proyeksiyalara baxacağıq. Fikir versəz, F1-in Y oxuca proyeksiyası 2 ilə yuxarıdır, 2 damı. Həmçinin X oxuca proyeksiyası sağa doğru 1 damadır. F2-nin sadəcə sola doğru X oxuca proyeksiyası var, Y oxuca proyeksiyası yoxdur. F3-ə baxaq indi. F3-də də baxın fikir versəz, aşağıya doğru Y oxu boyunca 1 dama proyeksiyası var, FY var. F3-ün də eyni ilə X-da da 1 dama sağa doğru onun proyeksiyası vardır. Aha, indi gəlin bir-biri baxaq. Yuxarıya doğru fikir versəz 2 oldu. Aşağıya doğru 1 oldu. Sağa doğru X oxu boyunca baxın 2 dənə 1 var. Bunlar eyni istiqamətli olduğundan biz bilirik ki, qüvvələrin əvəzləyicisini tapanda eyni istiqamətli onu toplayırıq. 1 üstə gəl 1 deməli 2 olacaq və həmçinin də sola doğru 1-i də yazırıq. İndi burada fikir versəz 2-dən yuxarıya doğru 2 və aşağıya doğru olan 1 var. Əks istiqamətli olduğundan çıxacam. 2-dən 1-i çıxanda qaldı 1. Böyük qüvvə istiqamətində olacaq. Yəni 2 istiqamətində yuxarıya doğru 1 yazıram. Və indi X oxucuya baxıram. X oxucuya fikir verin. Artıq burada sağa doğru 2 var, sola doğru 1 var. Böyükdən kiçiyi çıxacam. 2-dən 1-i çıxacam. Qaldı 1. Böyük qüvvə istiqamətində, yəni 2 istiqamətində olacaq. Deməli, sağa doğru da 1-imi çəkirəm. Bu zaman bunların əvəzləyicisini tapanda gördüyümüz kimi, baxın, bu istiqamətdə yönələcək. İndi bu elə deyir ki, cismin sükunətdə qalması üçün bir F4 qüvvəsi də yönəlt ki, bu sükunətdə qalsın. Əlbəttə ki, mən bunun əksinə doğru modulca bərabər bir qüvvə yönəltməliyəm ki, bu cisim sükunətdə qalsın. Deməli, F əvəzləyicim gördüyünüz kimi, baxın, B bəndində qeyd olunan olacaq. F4 qüvvəsi üzr istəyirəm. Bunu silək. F4 yazaq. Aha. 34-də. Uzunluğu 30 cm, eni 25 cm, qalınlığı 8 mm olan şüşənin kütləsini hesablayın. Bilirik ki, kütlə M bərabərdir. Rho V-dir düsturu.
Rol sıxlıq verilib, amma həcm lazımdır. Həcmi də tapanda uzunluğunu, eni və qalınlığını bir-birinə vuracağıq. Amma burada metrlə ifadə etmək lazımdır. Baxın, 30 sm bu 0,3 metrdir. 25 sm, 25-i böləcəm 100-ə, o da olacaq 0,25 metr. Qalınlığı 8 mm-dir deyir. Biz bilirik ki, 1 sm 10 mm-dir. 10 mm-dir. İndi burada 8 mm-in bəs neçə santimetr olacaq? Bu zaman 8-i böləcəm 10-a. Oldu 0,8 sm. Həmçinin santimetrdən də metrə keçməliyəm. Veriləni onda böləcəm 100-ə. 0,8 sm bölək 100. Vergülü atıram, bir sıfır aşağıya olacaq 0,8 metr. Artıq yerinə yaza bilərik indi. M bərabərdir. Romuz 2500 vuraq. Uzunluğumuz 0,3 metrdir. Olduğu kimi yazaq. Enimiz 0,25-dir. Bunların hər birini bir-birinə vururuq. Və həmçinin qalınlığımızda dedik ki 0,8-dir. Vuraq 0,8. Bu da bərabərdir. 2500-ü olduğu kimi saxlayıram. Vuraq. 0,2 kəsrdən göstərəcəm. 10-3. Vuraq 125. Vuraq 1000-8. Bunları kəsrdən göstərəm ki, bizə rahat olsun. 2500-dən fikir versəz, burada 100-ün sıfırlarını aparıram. Həmçinin 25 və 10 da ixtisar apara bilərəm 5-ə. Sürətdə qalacaq 5, məxrəcdə qalacaq 2. Və 100 və 1000 və 25-i də 25 apara bilərik ixtisar. Sürətdə 1, məxrəcdə 40 qaldı. 40 və 80-i də apararam ixtisara. Gördüyünüz kimi sürətdə 1, məxrəcdə qaldı 10. 4 ixtisar etdim. Burada 2 qalır, 1 dəqiqə. Deməli 2 və 2 də ixtisar gedir. Gördüyümüz kimi 5 bölək 10, o da mənə verəcək 0,5. Artıq beləliklə biz kütləmizi tapmış olduq 0,5 kiloqram. Beləliklə artıq sizlər üçün bu dərsin suallarının hər birinin izahını tam vermiş oldum. Ümid edirəm ki, izah sizlər üçün aydın oldu. Əgər videodan yararlandınızsa, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun.